limon, sarımsaq və zəncəfil. Faydası nədir? Qaraciyəri yeniləyir. Qaraciyərin göstəricilərini tamam salır. Xolesterini salır. Ürək qan damar sisteminə mükəmməl fayda verir. Qalxan limfaları yoxa çıxarır, yatızdırır. İnsanlar bundan möcüzə yaşayıblar. Kim istəsə problem yoxdur, düzəldir veririk. Evdəkilər düzəldir, o işə baxır. Birincisi özünüz düzəldin. Səhifədə paylaşmışam mən Allah üçün. Başda videoda düzəlmə qaydası var. Aşağıda da süzülmə qaydası var. Bir həftəyə başa gəlir. Kim düzəldə bilmirsə, vaxtı yoxdursa, iş adamdırsa, o insanlar üçün düzəldər. Bu bir neçə insan üçün düzəldilir də. Bax bu. Buradan yoldaşımın səhifəsi sabitləyəcəm. Gülür Roman. Kim istəyir, müraciət eləyər, düzəldir verərik. İnşallah. İçilmə qaydası da belədir ki, 2 xörək qaşığı, bir dənə 200-300 ml belə çaşka, böyük çaşkalara tökülür. Üzərinə də ilıq su əlavə olunur. Mədənizdə problem yoxdursa ac qarına içilir. Yeməkdən bir yarım saat 40 dəqiqə əvvəl için. Yoxdursa, mədənizdə problem varsa yeməkdən 1 saat sonra bunu içirsiniz. Onu da deyim ki, kimin qanı laxtadsa, qatıdırsa onu da duruldur. Belə təmiz ot hindi də var bizdə, qarazirə də var, yaşıl çay da var, Balakəndən gəlmiş yağ da var, nehrə yağı da var, şor da var, zəfəran da var, bal da var və s. Çalışın, limon, sarımsaq, zəncəfil qarışımı düzəldəndə təmizindən tapın. Limonu da, sarımsağı da, zəncəfil də təzə-təzə olsun. Adam var, deyir, getdim, quru zəncəfil aldım, düzəltdim, su çıxmadı, indən belə oldu, elə oldu, rəngi belə oldu, xeyr, təmiz çalışın. Belə, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Çalışın, xəstələnməyin ki, vallah gedib, nə bilim, gününüz həkimlərdə olmasın. Belə.